Aha. Xürrəmilər hərəkatı. Xürrəmlər hərəkatı deyəndə deməli, Xürrəm sözün mənası nədir Gülşən? Xürrəmin sözün mənası od günəş deməkdir. O da qırmızı geyinirdilər deyə. Bəli, ona görə Xürrəmlər adlanırdı. Xürrəmlər hərəkatı kimə qarşı yönəlmişdi? Ərəblərə qarşı yönəlmişdi. Bəli, ərəblərə qarşı. Ərəblərin deməli işğalçı siyasətinə qarşı müsəlman dinini bizə qəbul etdirmək istəyirdilər, eləmi? Həmçində xalqa deməli Abbasilərin Azərbaycanda yetdiyi ağır vergi siyasətinə qarşı, eləmi? Yönəlmişdi. İlk Xürrəmin çıxışları neçənci ildə başladı? 778-808-ci ildə. Sonra o da uğursuz olmuşdu. Bəli, 816-ya qədər eləmi? Cavidanla kim idi? Bəli, Əbu İmran arasında ədavət hökm sürürdü. Bundan sonra Qarabağ vilayətində, Qaradağ vilayətində yerləşən Bəz şəhəri, şəhər qalası Xürrəmlərin iqamətgahı idi, eləmi? Ən güclü sərkərdələri hansıları idi? Müaviyə, Abdullah, eləmi? Bunlar ikisi də deməli, Babəkin qardaşları. Sonra Tərxan, Adin, başqaları. bəli, onlar da Babəkin belə deyək də ən yaxın silahdaşları idi. Xürrəmlər qısa müddətdə hansı əraziləri belə deyək əhatə elədi? Bərdə, Beyləqan, Aran, Aranın vilayətlərində əhatə elədi. Babək necə bir insan idi? Tək üsyan başçısı yox, həm də siyasi xadim kimi, hətta dövlət başçısı kimi də onu qiymətləndirirlər. Deməli, Babəyin dövründə Xürrəmlər neçənci ildə ilk hərəkət başladı? 819-cu ildə. O da Xürrəmlər ərəblərə qalib gəlmişdi. Bəli, ərəblərin məğlub olmasına nəticələnir. Sonra neçənci ildə birinci Həştədəsər döyüşü baş verdi? 830-cu ildə. Yox, birinci Həştədəsər. 829-cu ildə. Yenə burada ərəblər məğlub olmuşdu, Xürrəmlər qalib gəlmişdi. Düşmənin məqsədi Bəz qalasını ələ keçirmək idi, deyirəm. Sonra birinci Həmədan döyüşü? O 830-cu ildə idi. O da Xürrəmlər hansı şəhər tuturlar? Həmədan şəhəri tuturlar. Və nə edirlər? Ərəblər nə edir burada da? Uduzu məğlub olur. Bəli, uduzur. Sonra gəlir ikinci Həmədan döyüşü. 833-cü ildədir bu. Burada amma məğlub olur. Bəli, ilk dəfə Həmədan yaxınlığında Xürrəmlər ağır məğlubiyyətə uğrayır. Və 835-də kim gəlir? Başdığım, yəni. Afşin Heydər ibn Kavus. O gəlir. O nə edir? O da sistemli şəkildə hərəkət edir. Dağılmış qalları bərpa edirdi, nizamı yaradır. Və Babəyin yaxın silahdaşlarını deyir, sui-qəsd vasitəsilə aradan götürür çoxunu, eləmi? Və iqamətgahını deyir, üsyançıların mərkəzinə yaxın olan Bərzəndə köçürür, eləmi? İkinci Həştədəsər döyüş neçənci ildə baş verir? 36-cı ildə başlamışdı. Burada ərəblər məğlub olur. Bəli, yenə Xürrəmlər qələbə qazanırlar. Sonra 837-də nə baş verir? Bu Bəz döyüşüdür. Bəz döyüşündə Xürrəmlər məğlub olur, Babəyi öldürürlər. Artıq Babəyin, belə deyək də, edamı, eləmi? Bəli. Babəy hansı şəhərdə edam edilir? Bəz Samirə şəhərində, Bəli, Samirə şəhərində öldürülür. Ona kim xani eləmişdi? İbn Sumbat. Bəli, Sumbat. Onun deyir, başına hətta nə qoymuşlar? 2 milyon dirhəm pul mükafatı deyir. Babəyin yerini bildirən adama, eləmi? 2 milyon dirhəm, deməli, dirhəm də gümüş pul idi, bəli. Və ona görə də Sumbat bundan istifadə edir, ona xəyanət edir. Bəli, Samirədə isə edam edilir.